Son 2-3 gündür İranın siyasi elitasında qərbi hadisələr baş verir. Niyə qərbə də onu deyəcəm. Deməli, İranın prezidenti Məsud Pezeşkiyan haqqında məlumat verildi ki, güya Pezeşkiyan Müştəbə Xameneyi ilə görüşüb və özü də maşında görüşüb. Qabaq oturacaqda bu olub, arxada Müştəbə olubdur. Səs bir-birinin sifətini görməyiblər. Yəni, kəşfiyyat filmlərinə bənzər bir hadisə nəql elədilər. Hətta Pezeşkiyanın adından belə məlumat verildi ki, Pezeşkiyan güya ətrafdakılarına deyib ki, görəsən mən Müştəbə Xameneyi ilə görüşdüm. Yəni, səs onun səsi idi. Belə bir nağıl çıxdı ortaya. Ardınca Xərrazi belə bir fikir bildirdi ki, əgər Pezeşkiyan bir də istefa sözünü işlətsə, Müştəbə Xameneyi deyib ki, onun istifasını qəbul edəcəm. Bu da qeyri-müəyyən oldu. Əgər Pezeşkiyan Müştəbə ilə görüşmüşsə, o söz elə Müştəbənin özü deyərdi. Xərrazi niyə dedi? Belə bir ab-hava yarandı ki, radikal qanat Pezeşkiyanı istifaya cəhd edirlər ki, Pezeşkiyan istifa versin. Amma Pezeşkiyan da əksinə istifa verməyəcəyini bəyan elədi və dünən maraqlı bir şey oldu. Xalqa müraciətində, yəni mən belə oxudum, radikal qüvvələri ölkədə qarşıdurma yaratmaqda, əhaliyə qarşı sərt tədbirlərdə, o aksiyalar vaxtı insanları öldürməkdə ittiham elədi və onu işləməyə qoymamaqda ittiham fikirlər səsləndirdi. Yəni, açıq belə bir təəssürat yaradır ki, siyasi elitada açıq bir savaş gedir. Studiyamın qonağı Milli Cəhbə Partiyasının başqan müavini Məhəmməd Əsədullahzadədir. Məhəmməd bəy, mən öz təəssüratımı bölüşdüm. Yəni, mən bu cür gördüm hadisələri. Siz necə görürsünüz? Bu dediklərim sizi real görsənirmi birinci məlumatlar? Bəlkə heç real məlumatlar deyil, fake məlumatlardır. Yox, əgər real məlumatlardırsa, siz nə düşünürsünüz bu barədə? Təşəkkür edirəm mən sizə. Şöhrət bəy, bəli, İranda hakimiyyət daxilində çox ciddi şəkildə fikir ayrılıqları var. Xüsusilə islahatçılarla sərt tərəfdarları arasında hakimiyyət uğrunda kifayət qədər mübarizə gedir. Sərxət tərəfdarları SEPA, İslam İnqilabçılar Korpusu konkret olaraq islahatçıların, yəni prezident və onun hökumətinin Amerika Birləşmiş Ştatları ilə aparılan danışıqlara qarşı və bir növdə SEPA prezident Məsud Pezeşkiyanı necə deyərlər, bir növ manipulyasiya edir və onu gah istifa verməyə məcbur edirlər, gah deyir istifa verdi, ali dini rəhbər qəbul etmədi. Yəni, düşünürəm ki, Pezeşkiyan ətrafında çox ciddi şəkildə bunlar kampaniya aparırlar. Hətta parlamentdə olan bəzi deputatlar Pezeşkiyanın əleyhinə çox ciddi şəkildə sərt mövqe sərgiləyirlər və İranı qərbə satdığını da vurulurlar. Halbuki burada daha mütədir və dünya ilə siyasi, iqtisadi əlaqələr qurmaq istəyən prezident və onun komandasıdır. Abbas Ərəqçi, Məsud Pezeşkiyan və deyərdim ki, parlamentin sədri Qalibaf da bu xəttədir. Pezeşkiyan ötən gün qeyd etdi ki, mən hazırda ali rəhbər Müştəbə Xameneyi ilə görüşə bilmirəm, danışa bilmirəm və o, əgər onunla əlaqə qursaydı, koordinasiyalı çalışsaydı, yaxşı olardı. Yəni, bu deməkdir ki, prezidentlə SEPA komandanlığı arasında çox ciddi şəkildə fikir ayrılıqları var, qarşıdurma var və prezident ali dini rəhbərin ortaya çıxmasını, onunla məsləhətləşmək istədiyini mesajını verir. Və düşünürəm ki, onun maşında oturub bir növ onunla danışdığını, o bilmədi ki, o kimdir. Bilirsiniz, bu nəyə bənzər? Bizdə bir məşhur film var, Marşın Alalanda. Gəlin gəlir məktubada. Yəni, belə bir şeyə bənzədir. Əgər belə bir şey varsa, Məsud Pezeşkiyana bir növ oyun qurublar bunlar. Yəni, prezidenti gözdən salırlar. Mən düşünürəm ki, bu günləri SEPA Rusiyadan təlimat alır. Rusiyanın kəşfiyyatı onu Amerika ilə bağlı hökumətin imzalamaq istədiyi
memorandumu və yekun müqavilənin qarşısını almağa çalışırlar. Burada konkret olaraq Sepah Moskva ilə paralel işləyir və İranı qarşıdurmadan çəkindirir, Amerika ilə müəyyən razılığa gəlməyə imkan vermir. Və prezidentin də, həmçinin komandasının da Amerika ilə məhz sövdələşməyə və razılığa getməsini də məhz Rusiya Sepah qarşısına alır. Ona görə də ona bu kimi propaganda siyasət aparırlar, ona qarşı kampaniya aparırlar. Yəni, bir növ müharibənin davam etdirilməsində Sepah maraqlıdır. Burada bir məsələni mən istəyərdim müzakirə edək. Bax, Pezeşkiyandan sonra Əraqçının da parlamentdə impeachment məsələsini qaldırdılar. Bu, belə anlaşılır ki, Pezeşkiyan və Əraqçının sıradan çıxarılması və ardınca yəqin ki, Qalibov da gələcək, Sepah və radikal qüvvələrə sərf eləyir. Hansı məntiqlə sərf eləyir? Yəni, bir dəfəlik Amerika Birləşmiş Ştatlarla danışıqları dayandırmaq mı istəyirlər? Yəni, hədəf odur mu? Müharibə aparmaq mı istəyirlər? Yəni, hədəf odur mu? Yoxsa həm danışıqlar, həm müharibə belə deyək, prosesini öz nəzarətlərinə götürmək istəyirlər. Yəni, mən fikirləşmirəm ki, Sepahdakilərin hamısı ağılsızdır və onlar Amerika Birləşmiş Ştatları ilə sona qədər müharibə aparacaqlar və onun sonu nə olacağını onlar gözəl bilir. Bəs onda niyə bu komandanı sıradan çıxarırlar? Bunlar ona görə ki, bu komandanı sıradan çıxarmaq istəyirlər ki, bu komanda konkret vaxt təyin edirlər. Amerika Birləşmiş Ştatları ilə memorandum imzalansın, sülh olsun, İranı iqtisadi böhrandan çıxara. Amma Sepah konkret olaraq istəyir ki, həm danışıqlar geçsin və Amerika Birləşmiş Ştatlarını manipulyasiya etsinlər, həm də İran öz hərbi mövqeyini gücləndirsin, öz proksi qüvvələrindən onları dəstəkləmə siyasətindən geri çəkilməsin və bundan əlavə öz hakimiyyətlərini gücləndirsin. Yəni, sərxət tərəfdarları Sepah, hakimiyyət islahatçıların məhz İranın hərbi mövqeyinə və bütün idarə etmə sisteminin əl almasında maraqlı deyil. Ona görə də onlar silahçılara qarşı bu sərt siyasəti davam etdirirlər. Mən düşünmürəm ki, təbii ki, Sepah Amerika ilə birbaşa bağları qoparmaq istəmir. Bilirlər ki, Amerika hücum edəcək. Ona görə də sadəcə olaraq danışıqlar görüntüsü yaratmaq, İranın hərbi potensialını inkişaf etdirmək və Amerika ilə uzun müddətli qarşı durmağını davam etdirməkdən ibarətdir. Bu, bir tərəfdən danışıqlar getsin, bir tərəfdən atəşlər açılsın və bu proses belə idarə olunan formada davam etsin. Hələ ki. Ona görə də düşünürəm ki, Sepahın siyasəti bundan ibarətdir. Bu, Rusiyanın da və Çinin də maraqlarına cavab verir. Bax, Sepah və radikal qüvvələrin təhlükəsizlik adı altında daha çox səlahiyyət əldə eləmək imkanları varmı? Və bu imkanlar varsa, hansı həddə qədər ola bilər? Bilirsiniz, Sepahı indi hazırda Pezeşkiyan və onun komandası deyir ki, biz parti siyasət aparırıq, İranı dərin böhrandan diplomatik yolla çıxarmağa çalışırıq və hakimiyyətdə də bizim də idarə etmədə də çox ciddi şəkildə payımız olmalıdır. Amma Sepah istəmir. Sepah deyir ki, bütün təhlükəsizlik və digər məsələlər mənim nəzarətimdə olmalıdır. Hətta Pence də elan etdi ki, bu günləri İranla bizim razılaşmamağımızın da əsas səbəbi məhz İran sistemi daxilində fikir ayrımlarının olmasıdır. Və hakimiyyətdə birbaşa konkret olaraq müəyyən bir mövqeyi yoxdur. Yəni, Sepah bir növ təhlükəsizlik kəşfiyyat digər strukturları da tam ələ almaqla çalışır ki, idarə etmədə tamamilə söz sahibi olsun. İndi hökumət müqavimət göstərir. Mən düşünürəm ki, Pezeşkiyan təkcə sözlə, diplomatiya ilə müqavimət göstərmir. Pezeşkiyan əlində olan, çünki
hökumətə də tabi olan kəşfiyyat var, ordu var prezidentə, İran Silahlı Qüvvələri. Yəni bunlar da İranın idarə etməsində söz sahibi olmağa çalışır və hazırda da İslam İnqilabçılar Korpusu ilə prezident və ona tabi olan təhlükəsizlik orqanları arasında qarşıdurma gedir. Nə qədər səssiz də olsa, amma biz onun şartlarını kifayət qədər görməkdəyik. Pezeşkiyanın xalqa müraciətini necə dəyərləndirsən? Bu nə deməkdir? Bu Sebaha və radikal qüvvələrə hədə qorxu idi mi? Yoxsa əhaliyə bir müraciət ki, bizim arxamızda dayanır? Təbii ki, cənab Pezeşkiyan daima qeyd edir ki, müharibə ölkənin iqtisadiyyatına zərbə vuracaq. Müharibəni kim aparır? İslam İnqilabçıları Korpusu Sepah aparır. Ölkə iqtisadiyyatı və sosial vəziyyət ağırlaşdıqca əhalinin sistemə etimadı da azalacaq və nəticədə xalqa ayağa qalxacaq. Bir növdə Pezeşkiyan da xalqa mesaj verir ki, bu problem, bu böhranın baş verməsində mən deyiləm. Konkret olaraq məndən güclü qüvvə Sepah bu prosesləri idarə edir. Ona görə də deyir ki, hökumətin arxasında olun, prezidentin arxasında olun, mənə dəstək verir. Mən düşünürəm ki, xalq, əgər İran xalqı küçələrə çıxarsa, geniş izdihamlı şəkildə prezidentə dəstəyini nümayiş etdirərsə etirazlarla Sebahı geri bunlar ata bilərlər müəyyən qədər. Sebah prezidentlə müəyyən razılaşmalara gedə bilər, mövqeyindən geri çəkilə bilər. Pezeşkiyanın da həftədə bir dəfə, 2 dəfə mətbuat qarşısına çıxması, İran xalqına müsahibələr verməsi, bəs onun narahatlığından, İran siyasi sistemindən, fikir ayrıqlarından irəli gəlir. Sebahın apardığı siyasət İran dövlətinə əleyhinə olduğunu, prezidentin siyasəti ilə uzlaşmadığını mesajını verir və bu kimi mətbuat konferansları xalqa bir növ hesabat şəkildə bəyanatlar vermək bir növ Məsud Pezeşkiyan Sebahdan narazılığını dolayı yolla xalqa satır. Yəni siz bu proseslərə xalqa deyir ki, seyirci qalmayın. Təhsə mitika qalxanda, etirazlara qalxanda tamamilə sistemin getməsini yox. Hədəf Sebah, İslam İnqilabçılar Korpusu. Məhz İranın da indiki vəziyyətə düşməsində, proksi qüvvələrin maliyyələşdirilməsində, İran iqtisadiyyatının çətin vəziyyətə qalmasında məhz İslam İnqilabçılar Korpusu da bunu göstərməsi Məsud Pezeşkiyan və düşünürəm ki, ona qarşı da Sebah tərəfindən bundan sonra da təşkilatlar həyata keçiriləcək. Baxın, Məsud Pezeşkiyanın bir neçə müsahibəsi dövlət televiziyasında kəsilib. Araqçının geniş müsahibəsi var, bu da dövlət televiziyasında verilmədi. Yəni, göründüyü kimi bir növ Sebahın nəzarətində hətta dövlət televiziyası da var. Onlar prezident və onun komandasına qarşı yeni cəhd açır. Yəni, proseslər İranın əleyhinə gedəcək və nəticə ondan ibarət olacaq ki, Amerika tamamilə danışıqlardan da çıxa bilər. Müharibəndə davam etdirsin. Belə bir fikir irəli sürək ki, Pezeşkiyan, Araqçı və ona bağlı olan qüvvələr doğrudan da istefa verdilər, getdilər. Sizcə İranda siyasət daha da sərtləşəcək, yoxsa böhran əhalidə, iqtisadiyyatda, cəmiyyətdə yaranan böhran daha da dərinləşəcək? Əgər Məsud Pezeşkiyan, Araqçı, Qəlbə getsə, tamamilə İran hərbiləşəcək, tamamilə hərbçiləri, İslam İnqilabçılar Korpusunun nəzarətində olacaq və İranda vəziyyət getdikcə pisləşəcək, iqtisadi böhran olacaq və Amerikanın da İrana hücumları daha da intensivləşəcək. Ona görə də bir növ Sebah deyir ki, Məsud Pezeşkiyana istefa vermə, amma mən dediyimi də etməlisin.
mən nə deyirəmsə olmalıdır. Amma prezident də görür ki, bu baş verənlər İran iqtisadiyyatını çökdürür, İranın əleyhinədir. Ona görə də hesab edirəm ki, əgər prezident və komandası istefaya getsə, bu Amerika-İran müharibəsinin başlamasını gətirib çıxaracaq, Sepaha və İran iqtisadiyyatına böyük hərbi zərbələr vurulacaq. Və bu məsələdə, bu vəziyyətdə Amerika Birləşmiş Ştatları İran danışıqları sizcə hansı məqamda özünü ifadə eləyəcək? Bu danışıqların bir əhəmiyyəti olacaqmı, yoxsa belə deyək, danışıqlar gedəcək, amma Sepah bu məsələni, radikallar və Sepah bu məsələni arxa plana atıb yenidən hərbi variantı, hərbi güc tətbiqini önə çıxardacaqlar? Bilirsiniz, təbii ki, hökumət istifaya gedəndən sonra prezident gedərsə, bütün danışıqlar prosesi dayanacaq, müharibə variantı ortaya çıxacaq, Sepahda müharibə davam edəcək. Artıq bu, İranın infrastrukturun dağılması deməkdir, İran dövlətinin çökməsi deməkdir, iqtisadiyyatın sıradan çıxması deməkdir. Ona görə də hökumətin getməsi, prezidentin istifa verməsi İran üçün qorxulu bir mənfi senaryodur. Ona görə də mən düşünürəm ki, Məsud Pezeşkiyan istifa deməklə bir növ Sepaha qarşı indəki təzyiqləri artırıb ki, baxın, mən istifa verəcəmsə, İranın vəziyyəti çox pis olacaq, siz Amerika ilə razılaşmalara getməyəcəksiniz, bu müharibə deməkdir, müharibəni uzun müddətli aparmaq İranın resursları üçün də deyil. Ona görə də düşünürəm ki, istifa məsələsi həqiqətən də İran üçün çox mənfi bir senaryodur. Əgər əksinə olsa, bəs onda necə olacaq? Əgər Pezeşkiyan əlavə səlahiyyətlər əldə eləsə, Pezeşkiyan təbii ki, Araqçı və Qalibov əlavə səlahiyyətlər əldə etsə, hakimiyyətdə bütün, belə deyək, idarə etmə mexanizmləri öz nəzarətlərinə götürsə, bəs hadisələr necə cərəyan edə bilər? Bu halda bu halda kütləvi etirazlara səbəb ola bilərmi? Hər halda radikallar da güclüdür. Yox, bilirsiniz, radikallar güclüdür təbii ki, amma indiki böhran fonunda onlar silahçıları qabağa verməlidirlər, müəyyən səlahiyyətlər onlara tanımalıdırlar, Amerika ilə razılığa gəlinsin. Əgər bütün səlahiyyətlər Pezeşkiyana verilərsə, mən sizə əmin edirəm ki, müharibə də arxa fona keçəcək, İran-Amerika arasında çox yaxşı iqtisadi, siyasi və digər sahələrdə müqavilələr imzalanacaq və İran iqtisadiyyatla dirçələcək və ölkənin xalqının sosial rifahı da yaxşılaşacaq, ölkə investisiyalar daxil olacaq. Amerika İrana təbii ki, sanksiyaları tamamilə ləğv edəcək. Yəni, bu proses İran lehine olan. Məsud Pezeşkiyan da bunu istəyir ki, Sepah sən qırağa çəkil, bütün səlahiyyətlər bəndə olsun və bu proseslə idarə edin. Və bu prosesdə idarə etmək üçün Qərbdə, Amerika Birləşmiş Ştatlarda Məsud Pezeşkiyana etimad edir və inanır. Amma görüldüyü kimi sərhəd tərəfdarlar və radikallar istəmirlər ki, Məsud Pezeşkiyan hakimiyyətdə olsun. Yəni də bunlar düşmən obrazı və İranın imperiya, yaxın şərqdə imperiya siyasəti həyata keçirmək, belə bir absurd bir ideologiyanı bunlar davam etdirməyə çalışırlar Sepah. Ona görə də baş verən proseslər bir növ Sepahın onların siyasətinin alt qatında olan fars paniraniz ideologiyanda tərkib hissəsi kimi xarakterizə etmək olar. Bunun geosiyasi tərəfinə də biraz da münasibət bildirək. Təbii ki, Pezeşkiyanın silahçılar qanadı deyilən qüvvələr və radikallar, paydarçılar və sepahçıların da dəstək verdiyi qüvvələr var. Sizcə, İrandakı bu cür, bax, siz hər iki tərəfini şərh elədiniz və müsbət, İran üçün müsbət tərəfini dediniz sonuncu variantda. Belə bir vəziyyətin baş tutmamasına səbəb olan geosiyasi oyunlar nədən ibarətdir və tərəflər kimlərdən ibarətdir? Bilirsiniz, təbii ki, bu bəyan mən deyildim, burada Rusiyanı tamamilə nəzərdə tutdum. Rusiya kifayət qədər İrandakı mühafizəkarlar və sərhəd tərəfdarları düşdü, Çində həmçinin və bunlar imkan vermək istəmirlər ki, hökumət və prezident əsas söz sahibi olsun,
İranda bu iştirəli hakimiyyət daxilində davam etsin. Belə olan təqdirdə Rusiya İranda öz geosiyasi mövqeyini gücləndirir. Bununla da yanaşı yaxın şərqdə baş verən proseslərdə öz rolunu artırır və Amerika ilə də anlaşmağa imkan verməməklə Amerikanı bir növ gərginlikdə saxlayır. Yəni, geosiyasi prosesləri bunlardır. Çin də həmçinin məhz Yahya Səfəvinin Çinin Müdafiə Naziri ilə Pakistanla görüşmüşdən sonra 17 Çinlə hərbi nəqliyyat təyyarəsi Tehrana gəldi və bu təyyarələr əlbəttə ki, hərbi lojistika idi, hərbi təyinatlı mallar idi və konkret olaraq İran təhlükəsizlik orqanlarının xüsusilə Sepaha verilən bir silahlar idi və həmçinin kəşfiyyat və radarlar sistemi. Yəni, göründüyü kimi həmçinin Rusiya Sepahın da apardığı bu siyasət regionda geosiyasi proseslərə çox ciddi şəkildə mənfi təsir. Həmçinin Amerikanın İran hökumət arasında imzalanmış memorandumda bunlar reaksiya uğratmaqla yaxın şərqdə ilə İran ətrafında yeni hərbi bir böhran yaratır. Təbii ki, bu da regionda siyasi kaos yaradır, həmçinin dünya iqtisadiyyatına və yaxın və orta şərqdə təhlükəsizliyi təhdid edir. Neft qiymətlərinin artması Avropa iqtisadiyyatına da zərbə vurur və bu proseslərdən də məmnun görülən təbii ki, Rusiyadır və baş verən bu Sepah daxilində, hakimiyyət daxilində baş verənlərdə bir növ Rusiyanın geosiyasi oyunlarına da cavab verir. Belə bir məsələyə toxunaq. Geosiyasi müstəvidə Çin amili qabarıq görsənir və o cümlədən Rusiya amili də siz qeyd elədiniz. Belə bir vəziyyətdə iki məqam ortaya çıxar. Həm Çin və Rusiya dediyin kimi İrana dəstək verir. Digər tərəfdən də bunlardan proksi müharibədə proksi qüvvə kimi, proksi dövlət kimi də istifadə edilir. Bu iki başlı oyun sizcə nə vaxta qədər davam edəcək? Bu məsələdə Çin öz maraqlarını və yaxud da Rusiya öz maraqlarının qırmızı xəttini harda görür? Bilirsiniz, bu müharibə hələ davam edir. Təhlükəsizlər durulmuyor, daşlar yerində oturmuyor. Rusiya-Ukrayna müharibəsi də bu proseslərdə zənciri var. Yeni dünya siyasi nizamı qurulmaq istiqamətində bu müharibələr davam edir. Və bu müharibədə hansı tərəfin qalib gəlməsi təbii ki, həll edici. Rusiya da Çində öz oyununu oynayır. Məhz Amerikanın da İrana qarşı hərbi müdaxiləsində həm Rusiya və Çinin yaxın şərqdə formalaşdırdığı geosiyasi ambisiyaların qarşısını almağa çalışır. Rusiya, Çin və İran oxunu tamamilə dağıtmaq dayanır. Hesab edirəm ki, bunların qırmızı xətti konkret olaraq deyərdim ki, yoxdur. Sadəcə olaraq bunlar burada oyun oynayırlar, Rusiya və Çin. Sabahlarda əgər Ukraynada Rusiyanın maraqlarına cavab verən hər hansı bir şərtlərini sürdülərsə Amerika tərəfindən, Rusiya İran oyunundan çıxacaq, Amerikaya güzəştə gedəcək, qırmızı xətt olmadı. Çinlə də Amerika arasında bir çox məsələlərdə, Tayvan məsələsində Amerika Çinə güzəştə gedəcəksə, məhz İranda da Çinin qırmızı xətti olmayacaq. İran bir növ Amerika Birləşmiş Ştatlarına təslim ediləcək. Yəni, proseslər bundan ibarət. Türkiyə, Ərəb ölkələri və Pakistan bu oyunda hardadılar və öz oyunlarını oynayırlar, yoxsa Amerika Birləşmiş Ştatları və yaxud da ki, Çin tərəfin cızdığı xəttdə belə deyək, oyunçu kimi yox, iştirakçı kimi fəaliyyət göstərirlər? Bilirsiniz, Türkiyə NATO-nun üzvüdür. Türkiyə yaxın şərqdə öz geosiyasi mövqeyini gücləndirir. Pakistanla Çin arasında normal münasibətlər sistemində olsa da, Pakistan da öz oyunu var. Pakistan, Səudiyyə Ərəbistan, Türkiyə xüsusilə Türkiyə bu təhlükəsizlik sferasını qurmaq istəyir.
prosesdə təbii ki, Türkiyə, Amerika, həmçinin Səudiyyə Ərəbistan bir çox məsələlərdə məsləhətləşir, koordinasiyalı fəaliyyət göstərirlər. Pakistan da burada olması bir gün Səudiyyə və Türkiyənin də istəyilir. Çünki Pakistan yeganə müsəlman nüvə silahına malikdir, çəkindirici bir amil var burada. Bunlar da yaxın şərqdə bir növ İranın yaratdığı işə oxuna qarşı da bunlar öz siyasi uğrunda formalaşdırmağa çalışır. Yəmənə qarşı hərbi əməliyyatların başlama ehtimalı, Qırmızı dənizdə koalisiyanın formalaşması. Yəni bu proseslər mən hesab edirəm ki, Türkiyədə, Səudiyyədə proseslərin içindədir. Sadəcə fərqli fazada deyil. Pakistan da İranla qonşu, həmçinin Səudiyyə Ərəbistan'da hərbi paktı var arasında. Türkiyə ilə də hərbi əməkdaşlıq və siyasi əməkdaşlıq edir. Yəni yaxın şərqdə yeni bir siyasi nizam yaradılır və bu siyasi nizamda Türkiyə çalışır ki, burada öz dəstək xətti olsun, onun əleyhinə hər hansı bir də gələcəkdə də geosiyasi proseslər baş verməsin. Bax, indi danışdıqlarımızın hamısını yığcamlaşdıraq. Bütün istiqamətlərdə şərhlər verdiniz, fikirlərinizi bildirdiniz. İran daxilində siyasi hakimiyyətin bölüşdürülməsi uğrunda və yaxud da ki, siyasi hakimiyyət uğrunda gedən mübarizədə sizin fikirlərinizin, analizin, şərhin nəticəsi olaraq belə qənaətə gəlindi ki, xarici geosiyasi təzyiqlər mövcuddur. Həm Sepah və radikal tərəfdən, həm də Pezeşkiyan və Araqçı Qalibov tərəfdən. Sizin fikrincə bu xarici təzyiqlər, geosiyasi təzyiqlər olmasa, bunlar bir-biri arasında dil tapıb problemi həll edə bilərlərmi? Yoxsa problem əsasən ölkənin idarə olunmasında və tətbiq olunan rejimin tətbiq etdiyi strukturda? Hər iki amil var, şöhrətdə, hər iki amil var. Birincisi təbii ki, hakimiyyətin yaratdığı sistem bu ideologiya əsaslanır. Birinci amil budur. Çünki 47-ci il həmin dini ideologiya, böyük şeytan, kiçik şeytan, yəni proseslər bu istiqamətdədir. İkinci təbii ki, regional və beynəlxalq proseslər Sepahla və hökumət arasında orta məxrəcə gəlməsində imkan vermir. Xüsusilə Rusiyalılar üçün buradakı fəaliyyəti və Sepaha qarşı müəyyən reveranslar etməsi. Təbii ki, bu qüvvələr olmasa, prezident komandası ilə Sepah İslam İnqilab Korpusu arasında bunlar orta məxrəcə gələr, anlaşarlar və Amerika Birləşmiş Ştatları ilə də normal münasibətlər sistemi qura bilərlər. Amma təəssüf ki, regional və beynəlxalq şərait hər iki hakimiyyət hiyerarxiyasında orta məxrəcə gəlməsində qarşısını alır və tərəflər qarşı-qarşı cəbhədə yer alırlar. Məsələ o yerə gəlib çatıb ki, prezidentə tabi olan təhlükəsizlik orqanlardan Sepaha tabi olan təhlükəsizlik orqanları arasında bir növ silahlı bir mübarizə başlasın. Bir məqama da toxunaq və yekunlaşdıraq, vaxtımız azalır zaten. Bax, fikir verirsinizsə, Müştəbə Xameneyinin ölüsü və dirisi bəlli deyil. Danışılan, deyilən bəyanatlar, səsləndirilən sözlərin ciddiliyi əmsalı getdikcə düşür. Yəni, artıq İranın öz daxilində əhalinin və siyasi qüvvələrin onun varlığına şübhə ilə yanaşırlar. Onun fikirləri ciddiyə belə alınmır, belə deyək. O cümlədən də xarici geosiyasi məkanda bu məsələ arxa plana keçir. Və biz son müharibənin son 4-5 ay ərzində fikir verirsiniz, yalnız Sepah qüvvələri, radikal qüvvələr və islahatçı qüvvələr adını çəkirik. Ortada nə vilayət fərq adı çəkilir, nə Ayətullahların yığışdığı məşvərət şurası, nə onun adı çəkilir, nə ali dini rəhbər statusunun, strukturunun güclü bir mexanizm kimi adı çəkilir. Necə fikirlərsiniz? Bu proseslər dərinləşdikcə o dini idarə etmə üsulu ki var, o sıradan çıxıb ümumiyyətlə idarə etmədən yığışdırıla bilərmi? Çünki artıq onlar funksionallığını itiriblər, fikir verirsiniz? Bəli, dini ali dini rəhbər yoxdur, fətva yoxdur, fiqh yoxdur. İndi müharibə dövrüdür, bütün səlahiyyətlər Sepahdadır, hərbi sifərin əlindədir. Prezident də dünyəvi siyasət həyata keçirir, qərblə əməkdaşlıq edir
Mən düşünürəm ki, burada hələ ki İslam İnqilab ideologiyası hələ qalmaqdadır. Yox, mən hesab edirəm ki, hələ fiyaskoya uğramayıb. Sadəcə olaraq yeni çağırışlara uyğun bunlar uyğunlaşır, siyasət həyata keçirirlər. Bunların tutacağı təbii ki, İran İslam İnqilab ideologiyasıdır, Xümeynizmdir. Ona görə də bunlar istənilən vaxt bu ideologiyaya əsaslanıb siyasət həyata keçiriləcək. Yəni, birdən-birə bu sistemi imtina etmək, bu sistemin degradasiyası, bu ideologiyanın tamamilə yoxa çıxması baş verməyəcək. Sadəcə olaraq müharibədir və bunlar Amerika ilə müəyyən əgər razılaşma olarsa, yenidən vilayəti fərq sistemi tətbiq edəcəklər. Müstəcəb Xamneyi də ola bilər ki, heç ortaya çıxması özlərinə yeni bir dini liderdə seçsinlər. Proses belə düşünürəm şuna. Təşəkkür edirəm. Minnətdaram. Mən təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Hörmətli tamaşaçılar, xatırladım ki, studiyamın qonağı Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullah idi. Onu da xatırladım ki, verilişimiz YouTube kanalına yayımlanır. Baxın, paylaşın və daha çox soydaşımıza göndərin ki, baxa bilsinlər, onlar da paylaşa bilsinlər. Mən isə sizinlə sağollaşıram. Görüşənə kimi.